Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed və alə alihi və sahbihi əcma'in əmmə ba'd. Bir məsələyə aydınlıq gətirmək istəyirəm. O da bəzi qardaşlar xahiş elədilər ki, yəni bu hadisə ilə dəfələrlə qarşılaşmışıq. Nədir bu? Yəni izah etmək istədiyim məsələ. Qardaşlar deyirlər ki, biz söhbət eləyəndə, yəni söhbət əsnasında İmam Nəvavini misal çəkirik və İbn Həcəri və ya digər imamlar ki var, onlar xəta ediblər böyük məsələlərdə, hansı ki, qardaş deyir, biz söhbət edəndə deyir, yəni misal çəkirik ki, bax qardaş, bu səhv İmam Nəvavinin səhvinin yanında, yəni bu xəta İmam Nəvavinin, İbn Həcərin və digər imamların etdiyi xətanın yanında heç nədir. Yəni onlarda daha böyükdür. Yəni onlarla necə rəftar, necə müamilə edilib, bunlarla da elə müamilə etmək lazımdır deyəndə deyir, yəni söhbət əsnasında deyir, bu misalı çəkəndə bizə deyir, qeydib deyirlər ki, deyir, bəs düzgün müqayisə eləmirsən. Yəni düzgün qiyas eləmədin. Yəni onların, yəni o imamların, İmam Nəvavinin, İbn Həcərin və s. digər imamlar ki var, onlar böyük xətalara yol veriblər. Bunlarla, yəni indikilərlə müqayisə etmək səhvdir. Və qardaş deyir ki, bu məsələyə yəni aydınlıq gətir. Xahiş elədi ki, yəni bu şübhəni dəf edim. Ola bilsin ki, kimdə bu barədə şübhə varsa, Allah subhanahu və teala onun üçün faydalı edir. Və mən yenə qeyd edirəm ki, bu barədə danışmışam. Dərsdə ətraflı izah eləmişəm və kim istəsə geniş məlumat dərsi qayda bilər. Lakin müxtəsər şəkildə deyə bilərəm ki, mənim özümə də söhbət əsnasında deyiblər bunu. Yəni bunu mən qabaqcadan da eşitmişdim. Yəni görürsən, söhbət eləyəndə, yəni mənim öz başıma gəlib, söhbət eləyəndə qardaşa misal çəkmişəm. Bəs İmam Nəvavi rahiməhullah sən dediyin məsələdən, hansı ki o məsələ var, ondan da böyük məsələdə xətaya düşən alimlərimiz olub. Və misal çəkmişəm. İbn Həcər, İmam Nəvavi, İmam Qurtubi, İmam Şavqani, İbn Cəvzi və s. Alimlər çəkəndə bu adam gülür. Yəni bir istehza kimi ki, yəni belə gülümsədi, deyir, sən deyir, gör kimə misal çəkirsən? Yəni müqayisən düzgün deyil, deyir. Qiyasın batildir, deyir. Mənim özümə deyiblər, heç belə kiməsə yəni, deyilməsinə ehtiyac yoxdur. Lakin bu şübhə var, yəni bu şübhəni deyirlər, ona görə istədim, açıqlama verim, bəlkə kimlərsə üçün faydalı olar. Deməli, mən bunu deyəndə, bunu imamları misal çəkəndə gülümsüyür və deyir ki, sənin müqayisən düzgün deyil. Bu nə qiyasdır, deyir. Və mən də qulaq asıram. Dedim ki, bəs qardaş, nəyə görə müqayisəm düzgün deyil ki? Neynədim ki? Bir izah elə, görün, bəlkə səhv, doğrudan da elə səhv müqayisə eləmişəm. Yəni, qiyasım düzgün deyil. Nəyə görə? Yəni, səbəbini soruşmalıyam da. Sən dedin, qutardın, çıxdın, getdin. Belə şey yoxdur axı. Mən, yəni, sən uşaq alladmırsan axı. Mən də dedim ki, nəyə görə müqayisəm düzgün deyil ki? Yəni, izah elə, bəlkə doğrudan elə düzgün müqayisə etməmişəm. Yəni, bir də bu alimləri misal çəkmərəm. Səhv eləmişəmsə, bir də misal çəkmərəm. Qardaş, görün nə deyir, subhanallah. Diqqətlə qulaq asın. Deyir ki, sən düzgün müqayisə eləmirsən, əlbəttə. Ona görə ki, deyir, o alimlərə haqq çatmayıb. O alimlərə hüccət qalxmayıb, yəni o alimlər haqqı bilməyib ölüblər. Onlar artıq yoxdular həyatda. Onlar ölüblər və onlar haqqı bilməyiblər. Yəni onlara o məsələdə haqq çatmayıb. Onlara haqq çatsaydı, onlar tabi olacaqdılar. Amma onlara haqq görsənmədi, yəni onlar onu haqq görüblər. O danışdıqları məsələlər ki var, onlar haqq onu hesab ediblər. Amma sonradan səhv olub, yəni əslində səhv ediblər, yəni xəta ediblər, onlar onu haqq görüblər, lakin həqiqi haqq onlara çatmayıb. Və onlar ölüblər, yəni onları indi bunlarla müqayisə etmək düzgün deyil. Onlara haqq çatmayıb, deyir, onlar ölüblər. Yəni
o müqayisənin bu müqayisəyə, indikilərlə müqayisə etməyə heç bir mənası yoxdur. Onlara haqq çatmayıb. Subhanallah. Nə dedim? Dedim ki, vallahi dedim, biraz elmin olsaydı, çox yox ha, yəni bir az əqlin yəni normal olsa və biraz da elmin azmaz, şəri elmin olsaydı, bilərdin ki, bu söz var ha, sən mənə dediyin söz. Bu söz sənin özüvə hüccətdir. Yəni, heç qırağa çıxmaq lazım deyil. Bax, bu sözlə sənin özüvə rədd edirəm. Başqa sözlə yox. Bəs elə biz də bunu demək istəyirik də, qardaş. Deyirsən ki, onlara haqq çatmayıb, onlar ölüblər. Haqq çatmayıb. İndi mən də bunu demək istəyirəm də. Bunlara da, qardaş, haqq çatıb yoxsa yox. Bəs biz də, mənim də sözümün canı, biz də neçə vaxt elə bunu demək istəyirik də. Bunlar bu səhv etdiyinə görə, hansı ki, o İmam Nəvavinin səhvinin yanında bu səhvlər heç nədir ha. Heç nədir. Yəni, İmam İbn Həcərdə olan xəta daha böyükdür bu indikilərdə olan xətadan. Bəs mən də bunu demək istəyirəm. Bax, bu indikilərə haqq çatıb yoxsa yox? Soruşuram bundan. Deyirəm, çatıb. Deyirəm, vəssalam qardaş, bunu demək istəyirəm, deyilə mən. Haqq, yəni hüccət də, yəni bir insana haqqı niyə çatdırırsan ki? Bir insana haqq çatdırırsan, yəni hüccət qaldırırsan, haqqı çatdırırsan ona. Bəs biz də bunu deyirik də. Mən də sözümün canı elə bəs budur da. Biz də elə bunu neçə vaxt bunu demək istəmirik cəmaata. Belə bir səhv görəndə haqqı çatdırmamışdan qabaq damğasını vurma. Elə sözümüzün canıdır da bu. Haqqı çatdırma, yəni hüccət. Mən gedirəm bir insana haqqı çatdırmağa. Neynəməyə? Yəni hüccət qaldırmağa ona. Ki, budur haqq. Səndə olanlar səhvdir. Səndə olan haqq deyil. Bax, budur haqq. Bu hüccətdir də, qardaş. Elə bunu demək istəyirik də biz. Sən heç bilirsən, nə deyirsən? Deyirsən, ona haqq çatmayıb. Ona görə İmam İbn Həcər və İmam Nəvavi Rahiməhullah üzürlüdürlər. Bəs mən də bunu deyirəm də, qardaş, bunlara da haqq çatmayıbsa, bunlar da üzürlüdür. Yoxsa elə deyil. İndi mən səndən soruşdum, bunlara haqq çatıb yoxsa yox? Sən ya deyəcəksən ki, haqq çatıb bunlara. Haqq çatıbsa vəssalam, belə mən deyəndir də, elə biz də bunu deyirik. Haqq çatıb, yəni hüccət çatıbsa onlara, onlar əhl-i-sünnə dairəsindən çıxırlar. Hüccət çatmayıbsa onlara, deməli İmam Nəvavi ilə necə rəftar edirdinsə, necə deyirdinsə, əhl-i-sünnədəndir, baxmayaraq bu xəta ediblər, əhl-i-sünnə dairəsindən çıxmırlar, haqq çatmadığı üçün. Buna da həmçinin, haqq çatmadığı üçün bununla da belə rəftar elə. Eyni rəftarı bundan elə. Bəs biz də bunu demək istəyirik də, qardaş. Vallahi, belə sadə bir məsələni başa düşməmək, yəni doğrudan acınacaqlıdır valla. Mən başqa şey demək istəmirəm. Elə bunu demək istəyirik biz. Mən və hamımız. Kim ki, qardaşlar bu məsələdən danışır, elə bunu demək istəyirik də, haqqı çatdır, ged ona haqqı çatdır. Yəni hüccət qaldır. Bəs hüccət deyirik, hüccət şərtdir, hüccət qaldırmaq lazımdır əhl-i-sünnə dairəsindən çıxmaq üçün. Belə hüccət yəni haqq da, haqqı çatdırmaq. Biz də bunu demək istəyirik. Haqq çatıbsa vəssalam, qutardı. Haqq çatmayıbsa vəssalam, yenə qutardı. İmam Nəvavi kimi müamilə apar. Subhanallah, insan dediyi sözün mahiyyətinə varmır. Deyir ki, onları misal çəkmə, onların misalı müqayisə düzgün deyil. Onlara haqq çatmayıb. Bəs mən də bunu deyirəm də, qardaş. Onlara haqq çatmayıb, üzürlüdür. Elədir, elə deyil. Elədir. Yəni, haqq çatmayıb, üzürlüdür. İmam və ölüblər. Üzürlüdür. İndi belə bir səhvi başqa bir adam eləyib və ona haqq çatmayıb. Üzürlüdür yoxsa yox? Üzürlüdür də. Bəs müqayisə buna aiddir də, qardaş. Müqayisə elə bunu müqayisə eləyirik də biz. Yəni, eyni sifəti, vəsfi burada eləyirik. Haqq çatmayıb, qardaş. Bu da üzürlüdür də. Yəni, bu nə fərq oldu ki? Yəni, İmam Nəvaviyə haqq çatmadı, üzürlü oldu. Bunlara haqq çatmadı, üzürlü olmadı. Belə şey yoxdur da, qardaş. Bu adlarla oynamır ki. Din adlarla oynamır ki. Din hökm. Hökm var, qardaş. Vəsf var. Hökm var. İmam Nəvaviyə çatmadığı üçün sən də deyirsən, mən də. İkimiz də ittifaq eləmişik ki, üzürlüdür. Nəyə görə üzürlüdür? Çatmadı, haqq çatmayıb deyir. Bəs gəl bu yazıqda da eləyək də. Gəl baxaq. Eyni şeyi burada deyək. Bunlara haqq çatıb yoxsa yox? Qardaş, çatıbsa, vəssalam. Haqq yəni hüccət. Hüccət çatıbsa, vəssalam, qardaş. Hüccət çatıbsa, yenə onlar həmin o batil üzərindədirlərsə, əhl-i-sünnə dairəsindən çıxıblar. Yox,
haqq çatmayıbsa, bəs biz də onu demək istəyirik ki, onlarla İmam Nəvavi kimi rəftar elə də. Necə ona haqq çatmamışdı, üzürlü idi. Bunları da üzür say ta haqq çatana kimi. İndi İmam Nəvavi ölüb, o artıq rahimehullah, Allah rəhmət eləsin, o üzürlüdür. Yəni o sağ deyil ki, ona gedib haqqı çatdıra. Bunlar amma yox, bunlar sağdırlar. Deməli, bunlara haqq çatmayıbsa, haqq çatmadığı müddətdə üzürlüdürlər. Necə onunla rəftar eləyirsən, bununla da belə rəftar elə, əhl-i-sünnə dairəsində saxla. Haqqı çatdırandan sonra bəs salam çıxardarsan əhl-i-sünnə dairəsindən. Aydındır? Bax, budur. Çox sadə, çox yüngül, asan bir məsələ. Öz sözü özünə hüccətdir. Yəni, insan öz dediyi sözün mahiyyətinə varmır. Halbuki dediyi söz onun əleyhinədir. Elə o dediyi sözü biz demək istəyirik. Sadəcə insan varmayıb ki, mahiyyətinə, subhanallah. Deyir, onlara haqq çatmayıb. Sən onlara niyə misal çəkirsən? Haqq çatmayıb. Elə biz də onu deyirik də. Bunlara haqq çatmayıbsa, eyni qiyas düzdür. Müqayisən düz eləmişəm, çatmayıbsa. Çatıbsa, füsə qardaş. Elə bizim də sözümün canı budur da. Haqq, yəni hüccət çatıbsa, və salam əhl-i-sünnə dairəsindən çıxır. O xəta, böyük xəta olduğu üçün, üsulda olduğu üçün hüccət qaldırandan, haqqı çatdırandan sonra ona çıxır qardaş. Çünki haqqı çatdırandan sonra insanın qarşısında 2 dənə yol qalır. Ya deyir sənə, hə, Allah razı olsun, mənə haqqı görsətdi, razılaşır, əlhamdülillah bununla qutardı. Ya da deyir ki, haqqı çatdırmısan ona, amma yenə dönmür. Elə qalır öz zəlalətində. Vəssalam qardaş. Budursa əhl-i-sünnə dairəsindən çıxır. Biz də bunu deyirik də qardaş. Ona görə qardaşlar, misal düzgün misaldır. Və sonda bir məsələni qeyd edeyim. Yəni bu misalı biz özümüzdən çəkməmişik. Yəni oturduğumuz yerdə bu misal çıxartmamışıq ki biz. İbn Həcər, İmam Nəvavi, digər alimləri dayandığımız yerdə misal çəkməmişik. Bu misalı alimlər çəkiblər. Vallahi alimlərdən eşitmişik. Dəfələrlə misal çəkiblər. Alim nəyə misal çəkib? Bax biz də ona misal çəkirik. Deməli misal çəkilibsə bu, alimlərdən eşitməmisən İmam Nəvavini misal çəkəndə İbn Həcəri. Hamı eşidib də, bir özünə sual vermirsən, bu alim nəyə görə bu misal çəkir? Yəni indiki hadisələr olanda, əhl-i-sünnədə kimsə xəta edəndə, üsulda, yəni səhv edəndə, dərhal təbdi onu əhl-i-sünnə dairəsindən çıxartmamaq üçün çıxardılmamasına dair bu alimləri misal çəkirlər. Yəni eyni misal biz çəkirik də. Yəni müqayisəni özümüzdən uydurmamışıq. Yəni öz fəhmimiz deyil ki. Sadəcə nəql eləyirik. Və bu qıssa, yəni bu şübhənin cavabı idi. Və Allah subhanahu və teala istəyirəm ki, eşidənlər üçün faydalı etsin. Və qardaşlara xitab edirəm ki, yəni belə şübhələri aldanmaq lazım deyil. Heç kim özündən heç nə danışmır, əlhamdülillah. Nə danışmışıqsa, hamısını alimlərdən eşidib danışmışıq. Bəs edər ki, insan düzgün, ədalətli və insaflı hökm versin. Hər şey ona aydın olacaq inşallah. Və sallallahu və səlləm və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.